أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم وما محمد إلا رسول قد خلت من قبله الرسل أفإن مات أو قتل انقلبتم على أعقابكم ومن ينقلب على عقبيه فلن يضر الله شيئا وسيجزي الله الشاكرين صدق الله العلي العظيم. Peygamber Ali Peygamber'e salavat zikirli. Sallallahu aleyhi ve Səfər ayının demək olar son günlərin yaşayırıq. Qarşıda Həzrəti Peyğəmbər Salawatullahın şəhadət günləri gəlir. Səfər ayının 28-ci günü Həzrəti Peyğəmbər Salavatullah və İmam Həsən əleyhissalamın şəhadət günüdür. Və sonuncu günü isə Həzrəti İmam Rıza əleyhissalamın şəhadət günləridir. Səfər ayı ümumiyyətlə səfər nə deməkdir? Bəzən soruşulur, daha çox müzakirə olunur ki, səfər ayı ümumiyyətlə nə deməkdir? Səfər ayı iki formada adın kökü iki cür müzakirə olunur və iki cür izah olunur. Bir ehtimal budur ki, səfər ayı sufra kəlməsindən götürüb, sufratun. Sufra ərəb dilində sarılıq, sarı mənasındadır. Ona görə səfər ayına sufra deyilib ki, səfər ayının adı qoyulan ərəfələr, təyin olunan ərəfələr payız vaxtına təsadüf eləyirdi. Və payızda da ağacların yarpaqları saraldığına görə sufra kəlməsindən götürülərək səfər ayı kimi təyin edilib. Və ikinci ehtimal budur ki, sıfır kəlməsindən götürülüb. Bizim dildə işlənən, deyilən sıfır kimi. Sıfır kəlməsi boşluğa deyirlər. 4 haram ay var, 4 haram ay. Elə ərəblərin dönəmində, peyğəmbərlikdən əvvəl bu 4 haram ay elə 4 haram ay idi. Onlardan birincisi Rəcəb ayı idi, sonra Zilqədə ayı idi, sonra Zilhiccə ayı idi, sonra da Məhərrəm ayı idi. Və bu 4 ayın arxasıca gələn səfər ayı olduğuna görə bu 4 ayda müharibədir, dava, dalaşdır, buna son qoyulurdu. Və bu 4 ay bitəndən sonra insanlar başlayırdı elə o qaldıqları müharibəni qaldıqları yerdən davam eləməyə. Ona görə evlərindən çıxardılar, kəndlərindən, şəhərlərindən çıxardılar və çıxdıqları təqdirdə şəhərlər qalardı boş. Ona görə bu aya səfər ayı deyilib ki, yəni bu ayda evlər, şəhərlər, kəndlər, qəsəbələr boş qalıb. İnsanlar çıxıb gedib müharibəyə. Amma bu ayda bəs nəyə görə deyirlər səfər ayı ağır aydır? Səfər ayı nəhs aydır. Yəni bu ayda şadlanmaq olmaz, bu ayda sevinmək olmaz, şadyanaqlıq eləmək olmaz. Bunu niyə deyiblər? Çünki səfər ayının 20-ci günü Ərbəin İmam Hüseyn əleyhissalamın 40 mərasiminə təsadüf eləyir. Çünki həmən gün səfər ayının 20-sində Həzrət İmam Zeynalabdin əleyhissalam, xanım Zeynəb salamullah əleyhə əsirlər gəldilər, Kərbəlada şəhidləri ziyarət elədilər. Yəni səfər ayının 20-si İmamın 40-ı Ərbəin günü gəldilər İmam Hüseyn əleyhissalamı və digər şəhidlər ziyarət olundu. Peyğəmbər əhli əyalı ziyarət elədi. Və Peyğəmbər Salavatullahın sahabəsi Cabir ibn Əbdullah Ənsari də orada idi. Orada İmam Səccad əleyhissalamla rastlaşdı, söhbətləşdi, danışdı və s. Və 20-si qutardı. Bəs bu 20-dən sonra gəlir axı 10 gün. 10 gün qalıb səfər ayından. Nəyə görə bu 10 günü bəs
toy eləmək, şadyanaqlıq keçirtmək bizim dinimizdə bəyənilmir. Nəyə görə? Səbəb əzizlər bundan ibarətdir ki, həmin bu 10 günün içərisində elə bir hadisə baş verdi ki, Allahın yer üzərinə göndərdiyi vəhiy kəsildi. Bundan böyük bir matəm ola bilərmi? Həzrəti Peyğəmbər Salavatullahın dünyasının dəyişməsi barədə Həzrəti Mövla Əli ibn Əbi Talibin sözü var. Həzrəti Peyğəmbər mübarək cənazəsi qoyulub ortalıqda, üzəri bir parça ilə örtülüb. Həzrəti Əli əleyhissalam gəldi, Həzrətin üzünü açdı, o parçanı götürdü. Ağlaya-ağlaya bu sözləri dedi. Dedi, atam, anam sənə fəda olsun ey Peyğəmbər, ey Allah Rəsulü. Atam, anam sənə fəda olsun. Əgər sən bizə səbr eləməyi tövsiyə eləməsəydin, gözlərimizin yaşı qurtarana qədər ağlayardıq sənə. Çünki sənin dünyadan köçməyinlə, diqqət edin, bax bu hissədə bəyan edir Rəcəb ayının niyə ağır ay olduğunu. Buyurdu ki, sən elə bir şəxs idin ki, sənin dünyadan köçməyinlə Allah yer üzərinə vəhyi kəsdi day. Allahın yer üzəri ilə vəhyi kəsildi. Sən dünyadan köçəndən sonra daha o vəhiy gəlməyəcək. Vəhiy qurtardı. Vəhiy məsələsi bitdi. Və eyni zamanda ikinci imamımız, İmam Həsən əleyhissalam, İmam Həsən Müctəba əleyhissalam ki, həmən gündə, yəni Peyğəmbər Salavatullahın şəhid olduğu, dünyasının dəyişdiyi gündə İmam Həsən əleyhissalam da dünyasını dəyişir, şəhadətə yetişir. Və bundan əlavə sonuncu günündə isə İmam Rıza əleyhissalam, 8-ci imamımız şəhadətə yetişir. Və bu bəs eləyir də bu qədər matəm, bu qədər müsəlman, İslam aləminə başına gələn hadisələr, özdəki İmam Həsən əleyhissalamın şəhadəti nə hədd olub? İmam Rıza əleyhissalamın şəhadəti hansı faciə ilə oldu? Və Həzrəti Peyğəmbər Salavatullahın şəhadəti necə oldu? Yəni, bütün İslam aləmin matəmə qərq olduğu bir dönəm idi bu günlər. Ona görə bu günlərə deyirlər, Səfər ayı ağır aydı. Çünki Səfər ayında Allah Rəsulü dünyasını dəyişdi. Allah Rəsulü dünyadan köçdü. Həzrəti Peyğəmbər Salavatullah xəstə idi, xəstə yatırdı son dönəmində. Ara sıra gələrdi, baş çəkərdi məscidə. Məsciddə səhabələrlə söhbətləşərdi, onlara moizə eləyərdi, nəsihət eləyərdi. Həzrətin dünyasının dəyişməsinə 3 gün qalmış, yəni Səfər ayının 28-inə 3 gün qalmış. 25-i, Səfər ayının 25-i, Həzrəti Peyğəmbər Salavatullah cümə günü bir neçə nəfərin, yəni Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın, Fəzl ibn Abbasın, Peyğəmbər Salavatullahın əmisi oğlu idi Fəzl ibn Abbas, və bir neçə nəfərin köməkliyi ilə məscidə gəlir. Onlar Həzrətin əlindən tutur, qolundan tutur, gətirirlər. Həzrət çıxır minbərə, xütbə oxuyur, insanlara deyir, ey insanlar, bilin ki, boynuzda heç kimin haqqı qalmasın, nə qədər dünyasından köçməmisiz, haqları bərpa eləyin. Və Həzrət sonda buyurur, kiminsə boynunda, mənim boynumda kiminsə haqqı varsa, o haqqı halal eləsin. Və yaxud da ki, qisas olaraq o haqqın əvəzini ödəyək indi. Əgər kimin belə bir haqqı varsa, gəlsin tələb eləsin. Tarixdə maraqlı əhvalatlardan biri də burada oldu ki, Həzrəti Peyğəmbər Salavatullahın sahabələrindən biri Səvadə İbn Qeys gəldi, dedi, Allahın Peyğəmbəri, mənim qisas haqqım var. Peyğəmbər Salavatullah buyurdu, bu necə, harada oldu bu, harada baş verib? Deyir, Taif döyüşündən biz qayıdırdıq. Ey Allahın Peyğəmbəri, sən dəvəni qamçı ilə vurmaq istəyəndə mənim qarın nahiyəmə dəydi qamçı. Mən də istəyirəm onun qisasını alam.
Deyir Həzrəti Peyğəmbər sallallahu bir nəfəri göndərdi, dedi, get həmin qamçını götür gəl. Gətirdi qamçını, verdi həmin bu Səvada ibn Qeysə. Və qarnın da azacıq paltarın, libasın qaldırdı ki, həmin nahiyədən gəl vur həmin o qamçını, qisası almış sayır. İndi sahabələr əyləşib məsciddə, insanlar. Həzrəti Peyğəmbər sallallahu da baxır və özü deyir Həzrəti Peyğəmbər sallallahu ki, kimin qisas haqqı varsa bu dünyada alsın, qiyamət çox çətin olacaq. Orada alınacaq qisaslar çox şiddətli olacaq. Çünki dünyada sən dillə halal eləyə bilərsən kimisə. Kiməsə desin, mənə haqqımı halal elə, dünyada halal eləyəcək. Amma axirət belə olmayacaq. Axirət biraz fərqlidir. Çünki orada Quran-ı Kərimin sözü ilə desək, "Yevmə yefirrul mer'u min axih." İnsan qardaşından qaçacaq və ummihi və əbi. Atasından qaçacaq, anasından qaçacaq. Və sahibihi və bənih. Və yoldaşından qaçacaq, övladlarından qaçacaq. Çünki o gün elə bir dəhşətli gündür ki, hər bir insan deyəcək, ey kaş, Hâzâ mâ va'adər-Rəhman və sədəqəl-murselun. Buyurur ki, ya veylənə, mən bə'əthənə min mərqədina. Kim bizi bu yatdığımız yerdən qaldırdı? Bu həmən gündür ki, Allah təbarək və teala bizə vədə vermişdi bu günü. Bu həmin o ağrılı, dəhşətli gündür. O gün elə faciəvi bir gün olacaq ki, yevmə ya'addu zalimu ala yədəy. Zülm eləyən insanlar öz əllərin çeyniyə-çeyniyə gələcəklər məhşərə. Dəhşətdən, faciənin şiddətindən. Buna görə Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləm buyurdu ki, kimin qisas haqqı var, gəlsin məndən alsın. Çünki dünyada asandır, rahatdır, amma ahirətdə şiddətlidir. Allah Rəsulu belə həmin o şiddətdən qorxub, həmin o ağrıdan, acıdan ehtiyat eləyib, həmin o dəhşətdən təsirlənib və deyir ki, kimin qisas haqqı var, gəlsin alsın. Yəni Səvada ibn Qeys gəldi, yaxınlaşdı Allah Rəsuluna. Hamı gözləyir ki, Səvada neyniyəcək? Səvada bəhanə axtarırmış. Çünki bilir Allah Rəsulu dünyasını dəyişəcək. Ondan sonra 3 gün sonra Həzrəti Peyğəmbər sallallahu dünyasını dəyişir. Həzrəti Peyğəmbərin yaxınlaşır, mübarək bətnindən, qarnından Səvada öpür. Deyir, ey Allahın Rəsulu, mənim əllərim quruyar. Mən sənə qamçı qaldıram. Sən bizim aramızda ən böyük bir nemətsən. Sən bizim aramızda elə ali bir dəyərsən ki, biz səninlə nəfəs alırıq. Biz sənin məqamına baxırıq, biz sənin mərhəmətinə baxırıq. Səhabələrdən bir neçəsi var deyə belə xüsusi şəxslər idi. Onlar bilirsiniz, Həzrəti Peyğəmbər sallallahu necə sevirdilər. Bəziləri var idi ki, gedərdilər, iş görərdilər evdə, iş görə bilməzdilər. Qayıdıb gələrdilər Peyğəmbər sallallahu yanına. Deyərdilər, ey Allahın Peyğəmbəri, mən gedirəm, iş görə bilmirəm. Mən gedirəm, narahat oluram. Mən səni görməyəndə qala bilmirəm. Mən sənə o qədər aşiqəm. Mən səni o qədər sevirəm ki, bir dənə qorxum var. Bir dənə qorxum var. Qorxu nəydəndir? Demirəm, cəhənnəmə düşəcəm, ona görə qorxuram. Deyir, mənim qorxum budur ki, mən düşərəm cəhənnəmə, sən də behişdə olacaqsan. Axı, mən səni görə bilməyəcəm. Onda necə qalacam mən? Həzrət buyurdu ki, sən eşitməmsən Quran-ı Kərimdə bu ayəni ki, hər bir insan sevdikləri ilə birlikdə olacaq. Hər bir insan o şəxslərlə olacaq ki, onun onlara məhəbbəti var. Hədisdə bu qədər mötəbər hədislər də var bu məzmunda. Onlar şəhidlərlə, siddiqlərlə, peyğəmbərlərlə birlikdə olacaqlar. Sənin o sevgin, sənin o məhəbbətin, sənin o aşiqliyin səni günahdan, çirkabdan uzaqlaşdıracaq və qiyamət günü mənimlə eyni yerdə, eyni məqamda olacaqsan. Eyni yerdə olacaqsan.
Səvadə Həzrətin mübarək bətnini öpdü. Həzrəti Peyğəmbər Salavatullahın artıq ölüm anlarıdır. Çağırdı, əmim oğlu hardadır? Həzrət Əli ibn Əbi Talib gəldi. Bir o Həzrətin mübarək başını aldı qucağına, Həzrəti Peyğəmbər Salavatullah. Bir bu zaman Həzrətin gözlərindən, simasından görsəndi ki, artıq Həzrət dünya ilə vidalaşır. Dünya ilə vidalaşır. Həzrətdən soruşdular, Peyğəmbər Salavatullahın son vəsiyyəti nə idi? Maraqlı gələr də 1400 il bundan əvvəl müsəlman cəmiyyət bilmək istəyir ki, Həzrəti Peyğəmbər Salavatullah dünyasını dəyişəndə nəyi tapşırdı? Nəyi xüsusi şəkildə tapşırdı? Nəyə önəm verdi? Həzrət bilirsiniz nə buyurdu? Buyurdu ki, ömrünün sonlarında Peyğəmbər Salavatullah iki əsas məsələni tövsiyə elədi. Biri qullar idi. Qulları xüsusi tapşırdı. Həmin qullar ki, Peyğəmbərin ətrafında daha çox təskinlik tapırdılar. Həmin qullar ki, həmən dönəmdə həmin qulları insan hesab eləmirdilər. Amma Həzrəti Peyğəmbər Salavatullahın yanına gəldilər həmin qullar. Peyğəmbər Salavatullah onları azad eləyəndə onlara xüsusi məqam verirdi. Deyirdi, siz filan məqamdasınız. Sizin məqamınız filandır. Onlar Həzrəti Peyğəmbər Salavatullah'a o qədər aşiq idilər, o qədər ixlaslı idilər. Peyğəmbər Salavatullah'ın yanında onlar özlərinin ən onların bariz nümunələrindən biri Bilal Həbəşidir. Həzrəti Peyğəmbər Salavatullah'ın əzancısı. Peyğəmbər Salavatullah namazın vaxtların elan vermək üçün ona həvalə eləmişdi o işi, o məsuliyyətli işi. Nə qədər etirazlar olmuşdu Həzrəti Peyğəmbər Salavatullah. Hətta Məkkə müşrikləri Həzrəti Peyğəmbər Salavatullah'a bir neçə etirazlarını bildirirdilər. Onlardan biri də bu idi ki, Peyğəmbər Salavatullah'ın ətrafında fəqirlər, qullar, kimsəsizlər olduğuna görə biz onun yanına getmərik. Biz onun ətrafında olmarıq. Biz ona iman gətirmərik. Bir neçə bəhanələrindən biri də bu idi. Peyğəmbər Salavatullah Allahın yer üzərində ən ləyaqətli bir nümayəndəsi idi. Ömrünün sonunda dedi, sizlərə tapşırıram qulları, onların yeməyinə, onların geyiminə, istirahətinə fikir verin. Onlara əziyyət verməyin, onlara əzab verməyin, zülm verməyin. Və sonra deyir Həzrəti Peyğəmbər Salavatullah 2 dəfə dedi, namaz, 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 namaz. 2 dəfə buyurdu. İnsan fikirləşəndə ki, bu namazda nə var? İlahi, bu namaz nədir? Həqiqətən, belə bir ibadət növü yoxdur. İkinci bir ibadət növü yoxdur. Belə namaz qədər xüsusi əhəmiyyət verilir. Məsələn, orucdur, üzür var. Deyir, tutma. Zəkatdır, xumusdur, həddi var. Oldu, olmadı heç. Cihaddır, müəyyən adamlara cihad vacib deyil. Həcc ziyarətidir, o da vacib deyil müəyyən insanlara. Onun da öz həddi var. Maddi, mənəvi və s. və ilaxır. Amma namaz məsələsinə gələndə Həzrəti Peyğəmbər Salavatullah ömrünün sonunda son tövsiyəsi qullar və axırda namaz oldu. Buyurdu namaz, namaz, namazı tapşırıram sizə. Çünki namaz elə ali bir dəyərdir ki, birbaşa heç bir vasitə olmadan insanın Rəbbi ilə əlaqəsidir. Allahla bəndənin əlaqəsidir. Namaz elə bir ali dəyərdir ki, insan namazda yer üzərində olmur. İnsan namazda meyracdadır. Həzrəti Peyğəmbər Salavatullah buyurdu ki, namaz möminin meyracıdır. Namazlarınıza diqqət yetirin, dedi Həzrət. Namazlarınızı gecikdirməyin, namazlarınızı qəzaya verməyin. Çünki namaz elə bir ali bir ziyarətdir və ləzikrullahi əkbər. Elə böyük bir zikirdir ki, Allah təbarək və teala nə vaxt sən qılsın namazı, sanki səni gözləyib səndən söhbət edir, səndən danışır.
Mən bir dəfə dedim məclislərdə, insan biri ilə görüşməyi vədələşə ki, filan vaxtı görüşəcəm səndən. Ən uzun müddəti Həzrət İsmail əleyhissalam elədi. 1 il həmin yerə getdi, gəldi. Bir nəfər Həzrət İsmail əleyhissalamdan Bəni İsrail peyğəmbərlərindən olub. Həzrət İbrahim əleyhissalamın oğlu İsmail deyil bu. Başqa İsmail peyğəmbər əleyhissalam. Bir nəfərlə vədələşir ki, filan vaxtı görüşək. Həzrəti İsmail əleyhissalam 1 il eyni vaxta getdi, həmin ünvana gəldi, getdi. Allah Teala həmin o xüsusiyyəti önə çəkdi. Həzrəti İsmail əleyhissalamı bəşəriyyətə təqdim eləmək üçün bu sözdən istifadə elədi. Buyurdu ki, Sadiqəl və'd və kanə rasulən nəbiyyə. Buyurdu ki, Həzrəti İsmail əleyhissalam öz vədəsinə çox sədaqətli bir şəxsiyyət idi. Və kanə rasulən nəbiyyə. Və mənim göndərdiyim rəsul idi, həm də peyğəmbər idi. Demədi ya peyğəmbər idi, vədəsinə sədaqət. Yox, dedi sadiqəl və'd. Öz vədəsinə sədaqətli idi. Vədəsinə sədaqətli olmaq məsələsini önə çəkdi. Peyğəmbərlikdən, rəsul olan peyğəmbərlikdən əvvəl sadiqəl və'd kəlməsini önə çəkdi. Ki, sədaqətin öz vədəsinə nə qədər sadiq idi o. Bu Allahın peyğəmbəri idi. Amma Allah Teala özü necə vədəsinə sədaqətlidir? Bəndə ilə əhd peyman bağlayıb. Hər gün gəl görüşək gündə 5 dəfə. Sübh vaxtı, zöhr vaxtı, əsr vaxtı, şam vaxtı, xiftən vaxtı. Sən həddi buluğa çatdığın vaxtdan Rəbbin səni gözləyir, sənin intizarındadır. 10 il keçir, 20 il keçir, 30 il keçir, 40 il keçir, bəndə getmir. Başı qarışıb dünya neymətləri ilə, dünyanın, belə deyək də, oyuncaqları ilə başı qarışıb bəndənin. Bir də onda xəbər olur 50 yaşında, 60 yaşında, 70 yaşında, 80 yaşında tövbə eləyir. Tövbə eləyəndən sonra gəlir Rəbbinin yanına, görüşünə, görür ki, oradadır. Görür ki, gözləyir. Bax, sədaqətin mənası budur. Allah təbarək və təala namazı ona görə önə çəkdirib. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, namazı mən sizin dünyada bunu sevmişəm. Mənim gözümün nurudur namaz. Həzrət dünyasını dəyişir. Dünya ilə vidalaşanda buyurur ki, namaz, namaz, əs-salah, əs-salah. Namaz, namaz, namazdan müğayət olun. Namazdan möhkəm yapışın. Sizə qalan o olacaq. İndi xanım Zəhra oturub Həzrəti Peyğəmbər sallavatullahın başının üzərində bir neçə beyt dedi ki, insanların ümidi Həzrəti Peyğəmbər idi filan. Xanımın göz yaşı tökülə-tökülə bu beytləri oxuyur. Həzrət dedi xanım Zəhraya, dedi yox, elə demə. Dedi, elə demə. Bu beytləri Əbu Talib, Həzrət Əli əleyhissalamın atası, Rizvanullahi Teala aleyh, o yazıb mənim şənimdə. Amma sən belə demə, sən belə de. Əvvəldə oxuduğumuz ayəni dedi. Buyurdu ki, və ma Muhammedun illa rasulun qad xalat min qablihir rusul. Deyirsən, belə de. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm Allahın peyğəmbəridir. Allah rəsuludur. Ondan əvvəl də peyğəmbərlər gəliblər, dünyalarını dəyişiblər. Belədir. Əfə immətə əv qutilə inqələbtum alə əqabikum. Əgər Həzrəti Peyğəmbər salavatullah dünyasını dəyişsə, yaxud da qətlə yetirilsə, daha geri dönməyin. Əvvəlki cahilliyizə, nadanlığınıza dönməyin. Və mən yənqəlib alə əqibeyhi fələn yadurrəllahə şey'a. Hər kəs öz nadanlığına dönsə Həzrəti Peyğəmbər salavatullahın dünyasının dəyişməsi ilə artıq Həzrət dünyadan köçdü, mən də qaydım öz cahilliyimə, buyurur ki, o Allaha heç bir zərər vura bilməz. Və səyəczilləhu şakirin, Allah şükür eləyənlərin mükafatını verər. Tezliklə verəcək. Və səyəczilləhu şakirin. Allah tezliklə
şükr eləyənlərin mükafatını verəcək. Həzrəti Peyğəmbər sallallahu buyurdu xanım Zəhraya, bu ayəni oxu mənim başımın üzərində. Bu ayə Uhud döyüşündə baş verdi. Hicrətin 3-cü ilində baş verdi Uhud döyüşü. Çox ağrılı, acılı və İslamın ən dəhşətli döyüşlərindən biridir Uhud döyüşü. Hətta Həzrəti Peyğəmbər sallallahu bir nəfər daş atıb Həzrətin dişin sındırdığı döyüş, müharibə həmin döyüşdür. Uhud döyüşü. Həzrəti Peyğəmbər sallallahu oxşayan bir səhabə var idi. Bayraq onun əlində idi. O şəhadətə yetişəndən sonra bir nəfər uca səslə dedi ki, Allah Rəsulu dünyasını dəyişdi. Müsəlmanların arasında təfriqə yarandı. Çaxnaşma düşdü. Bir qrup qaçdı. Bir qrup istədi düşmənlərə sığınalar. Düşmənlərdən yardım istəyib və keçmiş qohumluqların və yaxud da ki, öz keçmiş dinlərinə qayıtmaların onlara deyələr. Bu fikirdə olanlar da var idi, müsəlmanlar içərisində. Birdən-birə Həzrəti Peyğəmbər salavatıllahın sağ olduğunu gördülər. Həzrət cəmiyyəti qoşunu yığdı bir araya və bir neçə səhabənin xüsusi şəkildə fədakarlığı ilə Həzrəti Peyğəmbər salavatullah da sağlam qaldı və döyüş də müəyyən mənada müsəlmanların çoxlu itki verməsi ilə sona çatdı. Allah təbarək və təala bu ayəni, həmin bu ayəni məhz həmin yer üçün, həmin döyüş üçün nazil elədi. Ali İmran surəsinin 144-cü ayəsi buyurdu ki, Həzrəti Peyğəmbər salavatullah Allahın peyğəmbəridir. Ondan əvvəl də peyğəmbərlər gəldi, dünyalarını dəyişdilər. Siz onun dünyasının dəyişməsi ilə, onun qətlə yetirilməsi ilə öz dininizdən niyə dönürsünüz? Niyə dönməlisiniz? Çünki siz Allahı qəbul edirsiniz. Peyğəmbər salavatullah ölübsə də, dünyasını dəyişibsə də, onun Allahı sağdır. Siz onun Allahına iman gətirmişsiniz. Həzrəti Peyğəmbər salavatullah buyurdu xanım Zəhraya, bu ayəni oxu mənim başımın üzərində. Qoy müsəlmanlar da eşitsinlər. Eşitsinlər ki, mən də bu dünyadan köçəcəm. Amma insanın imanı, ixlası Rəbbi ilə, qəlb Rəbblə əlaqədə olmalıdır. Həmin bu əlaqənin yolun Həzrəti Peyğəmbər salavatullah göstərdi. Bu hansı yoldur? Həzrət buyurdu ki, o namazdır. Birbaşa ruha aid olan məsələ. Mən yoxam bu gün dünyada. Mən dünyamı dəyişdim, amma sənin qəlbin Rəbbində axı, Allahında axı. Sən o qəlbinin sahibinə bağla, bağışla o qəlbi. Bu namazla mümkün olacaq. Ona görə burada əs-səlah, əs-səlah. Son cümlə, kəlmələri bu oldu Həzrətin. Ən sonuncu kəlmələri bu oldu ki, Həzrət onunla da dünyasını dəyişdi. Bir xanım Zəhra əyləşib Həzrətin başının üzərində, yanında Peyğəmbər salavatullahın xanımları, yaxınlar, yaxın insanlar əyləşiblər ətrafda. Həzrət xanım Zəhranı çağırdı, dedi, yaxın gətir qulağını, sözüm var sənə. Deyir, xanım Zəhranın qulağına bir neçə kəlmə dedi Həzrəti Peyğəmbər salavatullah. Xanım Zəhra başladı möhkəm ağlamağa. Sonra biraz keçdi, xanım Zəhranın qulağına bir də dedi, bir kəlmədə, nəsə bir söz də dedi Peyğəmbər salavatullah. Xanım Zəhra salamun əleyhə sevindi, xoşhal oldu, şadlandı. İndi Həzrəti Peyğəmbər salavatullah dünyasını dəyişəndən sonra Peyğəmbər salavatullahın bir xanımı vardı, Ayşə xanım, xanımlarından biri idi. O Həzrəti Zəhradan soruşdu, and verdi. Dedi, Həzrəti Peyğəmbər salavatullah nə dedi sənə? Əvvəl ağladın, sonra güldün. Dedi, atam Allahın Peyğəmbəri, Allahın Rəsulu mənə 2 dənə xəbər verdi. Birinci xəbər bu idi. Dedi, qızım, narahat olma, ürəyini sıxma, biraz səbirli ol, təmkinli ol. Bu xəstəlikdən mən sağalmayacam ancaq. Mən bununla da dünyamı dəyişəcəm, həyatımı dəyişəcəm. Rəbbimə qovuşacam. Amma onda ağladım ki, Həzrət dünyasını dəyişəcək. Amma ikinci dəfə mənə daha
mənə lazım olan və mənə sevindirən bir xəbər verdi. O da bundan ibarət idi. Dedi, qızım, bunların içərisində ən tez mənə qovuşacaq şəxs sənsən. Ən tez sən gəlib mənə qovuşacaqsan. Xanım Zəhra salamun əleyhə buyurur, bu söz məni sevindirdi. Bildim ki, mən tez bir zamanda gedəcəm atamın yanına. O ayrılıq, fəraqət mənim qəlbimi üzməyəcək, mənə əzab verməyəcək. Amma bunlardan daha, belə deyək, fərqli bir baxışı Həzrəti Əli ibn Əbi Talib əleyhissalam buyurdu, Həzrətin mübarək qəbri üstündə. Həzrəti Peyğəmbər salavatullahi ki, dəfn olunur, buyurdu, İnnəs səbr ləcəmilun illa ank. Deyir, Allahın Peyğəmbəri, səbir gözəl şeydir, amma sənin qəbrin üstə səbir eləmək olmur. Sənə aid deyil. Səbir gözəldir, amma sənin qəbrin üstə, sənin dünyadan köçməyivə görə səbir eləmək heç də yaxşı deyil. Və innəl cəzə'lə qəbihun illa aleyk. Dözümsüzlük pisdir, qəbih bir işdir. Amma sənə görə dözümsüzlük pis deyil. Çünki sən dünyadan köçmüsən, sənə görə dözümsüzlük eləmək olar. Və innəl musabbik ləcəlilun. Və sənə görə sənin müsibətin çox böyükdür, çox dəhşətlidir, çox ağrılıdır, acılıdır. Və innəhu qəbləkə və bə'dək ləcələl. Amma səndən əvvəlkilər də, səndən sonrakıların da müsibəti sənin müsibətin yanında çox kiçikdir, çox cılızdır, çox balacadır. Və eyni zamanda bu gün deyəndə həmən gün, Səfər ayının 28-ci gün ikinci imamımız, Həzrət İmam Həsən əleyhissalam da dünyasını dəyişdi. Həzrətdən də bir cümlə deyim, inşallah sözümü yekunlaşdırıram. Həzrəti İmam Həsən əleyhissalam can üstədir. İmam Hüseyn əleyhissalam gəldi. İmam Hüseyn əleyhissalam gəldi, daxil oldu. Artıq şəhadət ərəfəsidir. Dünya ilə vidalaşan vaxtıdır İmam Həsən əleyhissalamın. Bir Həzrət İmam Hüseyn əleyhissalam baxdı, dedi, qardaş, səni kim bu günə saldı? Peyğəmbər salavatullah, babamız Peyğəmbər salavatullahdan sonra nə günə düşdü? İmam Həsən əleyhissalama baxır, deyir, İmam Həsən əleyhissalam buyurdu, bir cümlə dedi. Mən o cümləni deyim, sözümü yekunlaşdıracağım. İmam Həsən əleyhissalam bilirsinə buyurdu. Buyurdu, amma sənin günün kimi böyük dəhşətli gün yoxdur, qardaş. Yəni, mənim şəhid olmağım, bu başqa bir məsələ. Amma sənin şəhadət günün, o gün tamam başqa bir dəhşətli bir gündür. Ona görə, əzizlər, İmam Hüseyn əleyhissalamın 40 mərasiminə qədər matəminin keçirilməsi məsumların sözünə əsaslanır. İmam Həsən əleyhissalam buyurdu ki, sənin günüvə heç nə çatmaz. Sənin günüvün böyüklüyü, dəhşətliyi başqa bir faciədir.